Baş Prokurorluq Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı Qarabağ Universitetinin tərəfdaşlığı ilə Heydər Əliyev və Suveren Azərbaycan mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları Qarabağ Universitetinin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub. Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib. Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universitetini təhsil, tədqiqat və innovasiya mərkəzinə çevirməklə Qarabağ və Şərqi Zəngəzurda ekosistemin formalaşmasında fəal rol oynamağın əsas hədəflərdən olduğunu bildirib. Elm və Təhsil Naziri Emin Əmrullayev Qarabağ Universitetinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk universitet olduğunu xatırladıb. Növbəti illərdə Qarabağ Universitetinin 10 fakültəsinin fəaliyyət göstərəcəyini bildirən nazir əlavə edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyətə başlayacaq. Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu regionda hüquqi şuurun formalaşmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib ki, Qarabağda və Şərqi Zəngəzurda bugün həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşır. Bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurtlarına qayıdırlar. Konfrans çərçivəsində Qarabağ Universiteti ilə EcoLint layihəsinə tərəfdaş olaraq qoşulmaq üçün memoranduma əlavə imzalanıb.